Limon xanım gözəl göyçək, kitabxana işçisi idi. İşçilərin incisi idi. Bəlkə la birincisi idi. Oxu zalı işıqlı idi. Ütülü idi ağ pərdələr. Oxucusu aspirantlar, müəllimlər, tələbələr. Kitabları gətirərdi, yoxlayardı sifarişi. Biz oxuyub qutarardıq, qutarmazdı onun işi. Bu gözəl şeirin, bu gözəl sözlərin müəllifi xalq yazıçısı Nəriman Həsənzadədir. Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış şair və dramaturqdur. O 1931-ci il fevralın 18-də Qazax rayonunda anadan olub. Təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Gənc yaşlarından ədəbiyyata maraq göstərən Nəriman Həsənzadə poeziyaya səmimi dili və dərin mənası ilə seçilən əsərləri ilə daxil olub. Şairin yaradıcılığında vətənpərvərlik, insan taleyi, sevgi, zaman və həyatın mənası əsas mövzulardır. Onun taleyi, qayğı, körpülər, gecələr üşüyürəm, Nəriman kimi əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Bu əsərlərdə insanın daxili aləmi, hiss və düşüncələri sadə, lakin təsirli şəkildə ifadə olunur. Nəriman Həsənzadənin bir çox şeirləri mahnıya çevrilmiş və xalq arasında geniş yayılmışdır. Onun sözlərinə yazılmış mahnılar bugün də sevilərək dinlənilir. O təkcə şair kimi deyil, həm də dramaturq kimi tanınmış, teatr üçün yazdığı əsərlərdə Azərbaycan mədəniyyətinə töhfə vermişdir. Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona xalq şairi fəxri adı verilmiş və müxtəlif mükafatlara təltif olunmuşdur. Nəriman Həsənzadə 2023-cü il dünyasını dəyişmişdir. Onun zəngin ədəbi irsi bugün də Azərbaycan ədəbiyyatında yaşayır və gələcək nəsillərə ötürülür.